Denizde, semada, küləkdən sor. Ama ben ilk defa Metin'i orada uşaq da olsam qəmgin gördüm çok. Gör nə qədər Mehdi Hüseynzadə insan kimi sevib ki, hətta ona böyük bir poema həsr eləyibdir. Gözlərdən, dillərdən, ürəkdən, arzudan, ümiddən. Ən çətin vəziyyətlərdə belə Mikayloda həmişə həyata bir ümid, qələbəyə inan vardı. Kimsən sən, kimsən sən? Xeyli gidəndən sonra birdən böyük bir partlayış. Biz sevdiğimizden birbirimizi qucaqlayırıq. Qayanın quş qonmaz yerindən. Sloveniyalılar, onlar özlərini, Mehdi Hüseynzadənin özlərinin qəhrəmanları hiss edirlər. Küçədən ötənin dilindən. Həmişə deyərdi ki, mən insanların xoşbəxt olması üçün buradayam. Mən onu unuda bilmirəm. Kimsən sən? Soruşdum. Milyonlarla kəşfiyyatçı olubdur. İnsan kimi, çox böyük insan olduğuna kimi indiyə kimi xatirələrdə yaşayır. Ne etmek istiyorsunuz? İstəyir yazağın bırakılması için bunu imzalayasınız, rica ederim. Bəs, sonra? Sonra da idarenizi göğe savuracağım. Ne için? Hatırladım. Gül satan kız. Buyurun, Biz hara gidirik? Komens kambarlarına. Sana ne oldu Angelika? Yorgunam. Kibar kadın rolü oynamaya alışmamışım Mikhail. Nece? Mikhailo. Mikhailo! Mikhailo burada olup. Açlık onları Vasilinin oğlamaya mecbur edip. Çelt ambarlara. O, mürəkkəb siyasi hadisələrin baş verdiyi, böyük imperiyanın bir sistemdən digərinə yenicə keçid aldığı 1918-ci ildə dünyaya göz açdı. Uşaqlığı Xəzərin sahilində, Novxanıda və Bakıda keçir. Ancaq ağlına da gəlməzdi ki, bir gün dünyalar qədər sevdiyi bu dənizə, Bakıya və doğma Novxanıya əlvida deyəcək. Uzaq sahillərdə öz adından daha çox Mikhailo kimi tanınacaq və seviləcək. Sovetlər Birliyi dağılandan sonra, müstəqilliyi əldə edəndən sonra Mehdi Hüseynzadənin taleyi ilə bağlı, Mehdi Hüseynzadənin döyüş yolu ilə bağlı daha çox maraqlı faktlar ortalığa çıxdı. Təxminən bir 10 il bundan qabaq hansısa qəzetlərin birində mən oxudum ki, Mehdi Hüseynzadənin taleyi tamam başqa
rakursda tamam başqa bir belə deyək ki, tale ilə bağlı olub, başqa bir yolla bağlı olubdur. Ancaq təbii ki, bu kino bədii əsər olduğu üçün sırf sənətli mövzularda, sırf sənətli sənətlərdən istifadə eləməmişdilər. 10 il bundan əvvəl Mehdi Hüseynzadənin cəbhə yoldaşı və komandiri olmuş Cavad Həkimli haqqında maraqlı bir filmə baxdıq və Cavad Həkimli demək olar ki, Mehdi Hüseynzadənin həyatının bütün çalarlarını, bütün yollarını bizə dedi, göstərdi. Mehdi 5 yaşında atasını, daha sonra anasını itirir. 1931-ci ildə Bakıda Zərgər Palan küçəsindəki 19 nömrəli məktəbdə 7 illik təhsilini başa vuran gəncin maraq dairəsi xeyli geniş idi. Ədəbiyyatla maraqlanır, şeir yazır və Səid Rüstəmov kimi bəstəkardan tarda, rayalda ifa etməyi öyrənir, dram dərnəyinə gedir. Bütün bunlara baxmayaraq rəssam olmaq istəyir və Bakı Rəssamlıq Məktəbinə daxil olur. Burada rəngarlıq sənətinin sirlərini öyrənir. Leningrad Rəssamlıq Akademiyasına daxil olmaq üçün 2 uğursuz cəhddən sonra sənədlərini Leningrad Xarici Dillər İnstitutuna verir və qəbul olunur. Ancaq təbiətcə yaradıcı insan olduğundan təhsilini Moskva Sovet Yazıçılar İnstitutunda davam etdirmək istəyirdi. Arzum bir neçə dil öyrənib Moskva Sovet Yazıçılar İnstitutuna qayıbana girməkdir. Amma bu kursa mükəmməl Frank dilini bilənləri qəbul edirlər ki, 2 il sonra xaricdə bir işə yollansınlar. Mən buna etiraz etdim. ...1941-ci il iyun ayının 22-si. Mehdi Hüseynzadə səfərbərliyə alınaraq Tbilisi Hərbi Piyada Məktəbinə göndərilir. Burada o, 1942-ci ilin yayına qədər kəşfiyyat tağımının müdavimi kimi xüsusi təlim keçərək leytenant rütbəsi alır. Biz onu Salyanski kazarma adlanan yerdən müharibəyə yola saldım. Mən bacımla, deməli, biz başa düşmürdik. O atlanırdı, düşürdük, yadında da ilk şubamız vardı, ikimizin de qara. Mənim 4 yaşım, bacımın 2 yaşı, anlayırdıq. Amma Mehdi əskər paltarında kaskadaydı, oturmuşdu yerdə. Bibi Masənəm, oturmuşdu orada, Kəblə-i Masənəm. Anam rəhmətli Piçə xanım, xalam Hürriyyət xanım rəhmətli. Bax, biz idik orada. Amma mən ilk dəfə Mehdini orada, uşaq da olsam, qəmgin gördüm çox. Stalingrad, 1942-ci il. Mehdi Hüseynzadə leytenant rütbəsində şəhərin müdafiəsi uğrunda döyüşlərə qatılır. Onun son məktubu da Stalingraddan Kalaç olan yerdən gəlib. O məktub bizdədir. Orada da yazmışdı ki, güllələrin altında yazıram. Bəlkə də bu mənim axırıncı məktubumdur. Bu məktubu düşmən güllələri altında yazıram. Burada şiddətli vuruşmalar gedir. Faşistlərin törətdikləri cinayətlərin həddi yoxdur. İnsan insanın düşmənidir.
Sabah biz hücuma keçirik. Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacaq, sizin başınızı ucaldacağam. Ölsəm də qəhrəmancasına öləcəm. Mənim barəmdə eşidərsiz. Hələlik sağ olun. Bu mənim son məktubumdur. Bundan sonra Leytenant Hüseynzadənin həyatının ən keşməkeşli və gərgin illəri başlanır. 1942-ci ilin iyununda o, Kalaç şəhəri yaxınlığında yaralı vəziyyətdə Almanlar tərəfindən əsir götürülür. ...279 saylı əmr. Düşmən tərəfə əsir düşmüş bütün Qızıl Ordu əskərləri ölümə məhkum olunsun. İosif Stalin, 16 avqust 1941-ci il. Beləliklə, Mehdi Hüseynzadə 1942-ci ilin sonunda Azərbaycanlılardan təşkil olunmuş Poltava vilayətinin Mirqırıq şəhərində yerləşən Wehrmachtın 162-ci Türkistan diviziyasına daxil edilir. Həmin hərbi hissə, Şərqin adət-ənənələrini yaxşı bilən Alman generalı Nadir Mayer'in rəhbərliyi altında təşkil olunur. Diviziyaya Azərbaycanlı polkovnik İsrafil bəy İsrafilbəyov rəhbərliyidir. Mehdi həmin legionda Azərbaycanlılar arasında nüfuz sahibi olan Cavad Həkimli ilə tanış olur. ...1942-ci ilin sonlarında Cavad Həkimli ilə birlikdə Potsdamda 3 aylıq kurslara göndərilir. Bir tərəfdən Alman rəhbərliyinin Azərbaycanın gələcəyi ilə bağlı vədləri, o biri tərəfdən də vətənə qayıdacaqları halda onları gözləyən cəzalar legionerləri çıxılmaz duruma salır. Bu baxımdan Mehdi də minlərlə həmvətəni kimi ələ düşən bu imkandan yararlanmalı olur. Mehdi Hüseynzadə xüsusi intellekti ilə seçilən, gözəl natiqlik qabiliyyətinə malik olan bir şəxsidir. Ona görə də kursları bitirdikdən sonra yenidən Almaniyanın Ştrans şəhərindəki Türkistan diviziyasına qaytarılır. Mehdi, Cavad Həkimli ilə birlikdə kəşfiyyat və əks kəşfiyyatla məşğul olan S-1 şöbəsində xidmətə başlayır. Böyük Vətən müharibəsi haqqında bir neçə artıq film işləmişdim və yenidən bu mövzuya qayıtması üçün mənə böyük bir şans yarandı. Təxminən 4 il bundan qabaq bu filmi mənə təqdim edəndə təbii ki, mənim sevincimin həddi-hüdudu yox idi və Mehdi Hüseynzadənin Bakıdan da Sloveniya kimi 4 illik həyatını mən ekranlara gətirmək istəyirdim və çox böyük araşdırmalar apardıq. Moskvada, Bakıda, İtaliyada, Avstriyada, Sloveniyada çox maraqlı araşdırmalar apardıq və araşdırmalar içərisində bizə çox şeylər məlum oldu. Belə deyək ki, məlum və naməlum hadisələr bizim üçün məlum oldu. Ancaq vaxt ötdükcə legionerlər Alman rəhbərliyinin Azərbaycanın müstəqilliyi ilə bağlı verdiyi vədlərin arxasında heç nəyin dayanmadığını başa düşürdülər. Belə bir dövrdə İtaliya generalı Pietro Badalio 1943-cü il sentyabrın 3-də müttəfiqlər tərəfinə keçir. Bu hadisələrdən narahat olan Alman komandanlığı hərəkatı yatırmaq üçün qoşunların İtaliya ərazisinə daxil olması barədə qərar qəbul edir. Sentyabrın ortalarında Mehdinin xidmət etdiyi 162-ci diviziya partizan hərəkatını əzmək üçün İtaliyaya göndərilir. Legionun hissələri İtaliyanın Adriatik sahillərində yerləşdirilir. 162-ci diviziyanın mənzil qərargahı Seganda da, 314-cü alayın qərargahı isə Trieste şəhəri yaxınlığında Villa Apicina'da mövqe tutur.
Qoşunların İtaliyaya gəlməsindən sonra legionerlər yerli partizanlarla əlaqə yaradırlar. Bu işdə Mehdinin əlahiddə rolu olur. İtaliyanın o Qırmızı Dəniz sahilinə apardılar. Burada Pisa, Maria, Pisa şəhərlərinin ətrafında bir neçə gün qaldıq. Neçə gün deyəndə həftələrlə. Sonra bizim yenə bir hissəmiz köçürdülər İtaliyanın bu Atarktik dənizinin sahilindən ki, gəldik biz orada bu Abasiyadır, Şuşaqdır, Qoruçinellodur, bax bu ətraflarda olduq. Elə bir həftə idi belə təxminən gəlmişdik. Xəbər gəldi ki, Mehdi Əsəd Qurbanov Cavad həkimli qaçıb. 1944-cü il fevral ayının 6-sında Mehdi Hüseynzadə, Cavad həkimli və bir neçə legioner Adriatik sahillərində döyüşən partizanlara qoşulurlar. Sloveniya torpağında Alman faşistlərinə qarşı döyüşləri başlayırlar. Alman hərb maşınının işinə yaxşı bələd olan Mehdinin buradakı fəaliyyəti əsasən kəşfiyyat, əks kəşfiyyat və hərbi təxribatdan ibarət idi. Mikhailo ləqəbini də ona elə burada verirlər. Mehdi Mikhailo Azərbaycanlılardan təşkil olunmuş Türkistan diviziyasında vuruşurdu. O vaxtki hərbi siyasi vəziyyət onu və cəbhə yoldaşlarını oradan qaçıb partizanlara qoşulmağa məcbur elədi. Mən də o vaxtlar Mikhailo ilə birlikdə Sloveniyadakı partizan dəstəsində vuruşurdum. Onun təşkil elədiyi əməliyyatlarda iştirak eləmişəm. O təkcə istedadlı kəşfiyyatçı deyil, həm də etibarlı dost idi. Salam Mikhailo. Gerek ki sen deyirdin bunu tanıyırsan. Oo, görürüm ki muharebe bu uca dağlara bile gelip çatıdır. Bağışlayın monsieur, bəziləri deyirdi ki... Kes sesini! Sözüm yoktur monsieur. Hey koca! Bunu tanıyırsan, adı nedir? Yok, bilmirəm. Səhv eləmişəm. Yine de kötü değil. Monsieur, Yeşildeki nedir? renk fırça palitra. Demek ressamsın. Paris, Paris... Tu as Parisien Kraus. Oui monsieur. Ben Paris'ten adam olmuşam, Saint-Germain'de. Atam Almandır monsieur. Anam Fransız. Her ikisi rahmete gidi monsieur. Tupas plus tuas monsieur. Monsieur, portretiniz hazırdır. Doğrusu gözlemezdim. Bence pis çıkmayıp monsieur. Ancak bilmirəm portretinizdə ləyaqət, hakimiyyət, aristokratlıq və qəddarlıq verə bilmişəm. Ha? Gaddarlığımı ne de görürsen? Xəsislikdə. Çəkdiyim portretin pulunu vermək istəmirsiniz monsieur? Mehdi Hüseynzadə təkcə bizim qəhrəman deyil. Mehdi Hüseynzadə həm də Avropada, əsasən də Sloveniyanın qəhrəmanıdır və biz Sloveniyada olduğumuz müddətdə onun abidəsini görəndə və 3-4 yerdə onun abidəsini, deməli, xatirəsini əbədiləşdirən yerlərlə biz rastlaşıq. Yəni yazıbdır burada ki, Mehdi Hüseynzadə burada həlak oldu. Mehdi Hüseynzadənin abidəsi, Mehdi Hüseynzadə burada dəfn olunubdur. Və Sloveniyalılar, onlar özlərini, Mehdi Hüseynzadənin özlərinin qəhrəmanları hiss edirlər. Mən sizə deyim ki, Mehdi Hüseynzadə o qədər orada rəğbətlə qarşılanıb ki, təkcə döyüşçü kimi yox. Filmdə siz baxsanız da görürsünüz ki, xatirələrdə yalnız insan kimi, o çox böyük insan kimi orada xatirələrdə qalıbdır. Hamımız üçün Mikhailo elə sağlığında da bir əfsanə idi. Onun həyata keçirdiyi əməliyyatlar o zamanlar faşistlər arasında böyük çaxnaşma yaradırdı.
ən çətin vəziyyətlərdə belə Mikhayiloda həmişə həyata bir ümid, qələbəyə inam vardı. O, hamımızın sevimlisi idi. Müharibə illərində Triest şəhərindəki bu kazino Alman zabitlərinin tez-tez yığışdıqları məkan idi. Mehdi Mikhailo buranı partlatmaqla 100-dən artıq Alman zabitinin həyatına son qoyur. İndi isə bura məşhur Triest konservatoriyasının binasıdır. Bura İtaliyanın Opçina şəhəridir. Qarşısında dayandığımız bu bina 2-ci Dünya müharibəsi illərində şəhərin ən böyük istirahət mərkəzlərindən biri idi. 1944-cü ilin yay axşamlarının birində Alman zabitləri üçün kino seansı təşkil olunur. Mehdi Mikhailo, partizan yoldaşı İvan Ruski ləqəbli Mirdamət Seyidovla birgə burada təxribat törədirlər. Həmin hadisədən yarım əsrdən çox keçməsinə baxmayaraq, bu kinoteatr İtalyanlar arasında belə adlanır. Mikhailo'nun partlatdığı kinoteatr. Yavaş-yavaş getdik, gördük, ayaq taxıvaltısı gəlir, yerə uzandıq, fonunda görüşür də kölgələr gedir. Tappıltı yavaş-yavaş yeri qulağısına geri xəbər verir. Görük, aralandı tappıltılar, ayaq tapası getdilər. Durduq, yolu keçdik. Yolu keçəndən sonra, xeyli gedəndən sonra birdən böyük bir partlayış. Biz sevdiyimizdən bir-birimizi qucaqlayırıq. Ki, ilk əməliyyatımız çox yaxşı keçdi. Nahajamo se u predmestju Nove Gorice, to je kraj Šempas. V tem kraju Bura Sloveniyanın Novogorica şəhərinin Şempas qəsəbəsidir. Bu ərazidə Sovet qoşunları və Yugoslav partizanları Almanlarla çox gərgin döyüşlər keçiriblər. Mikhailo da bu yerlərdə dəfələrlə təxribatlar törədib. Almanların qoşun hissələrinə və qərargahlarına hücumlar təşkil eləyib. O zamanlar mən də Mehdi Mikhailo'nun partizan dəstəsi ilə tez-tez əlaqələr saxlayırdım. Biz Slovenlər partizanlara köməklik edirdik. Belə ki, növbəti əməliyyatdan sonra Mikhailo dostu ilə birgə Vitovle kəndinə qalxırlar. vojne zbral celoten ruski bataljon in od tu odpotoval nazaj v svojo domovino. Biz hazırda Vitovle kəndindəyik. Bu evin çardağı Mikhailo'nun son döyüş yeridir. Dostu ilə Mehdi kəndə daxil olanda kimsə almanlara Mikhailo'nun burada olduğu barədə xəbər verir. Mikhailo və dostu bax, bu evin çardağında döyüş mövqeyi tuturlar. Ancaq almanların onları mühasirəyə almaq istədiklərini görəndə, dostu evi tərk eləyərək bu istiqamətdə aşağıya tərəf enir. Az keçməmiş onu vururlar. Mikhailo isə döyüşə-döyüşə pəncərədən tullanaraq kəndin yuxarı tərəfinə çəkiləndə Alman snayperi onu yaralayır.
yaralı Mixaylo döyüş yerindən uzaqlaşsa da, meşəlikdəki arxın kənarında həlak olur. Alle vollzählig, zur Stelle! Gut gemacht, hier zu Diensten! Sagen Sie mir, was ich zu tun habe! Mehdi Hüseynzadə bizim Sovet İttifaqı qəhrəmanlarından, bəlkə də yeganə qəhrəmandır ki, müharibə onun təkcə belə deyək ki, döyüşçü həyatına təsir edən, həm də onun həyatına, mənəviyyatına, ailəsinə təsir eləyibdir. Çünki bu insan 42-ci ilə kimi Sovet ordusu sıralarında qulluq eləyibdir, 42-ci ildən 44-cü ilə kimi legioner həyatı yaşayıbdır və 44-cü ildə isə yenidən partizan sıralarına qoşulubdur. Mən sizə bir maraqlı hadisəni də deyim ki, sizə Mehdi Hüseynzadə bəlkə də sağ qalsaydı, Sovet İttifaqına dönməyəcəkdi. Çünki bu filmdə də siz hiss edirsiniz, onun çox qəribə bir taleyi olubdur. Təxəllüsü Mixaylov filmində ən çox göstərmək istədiyimiz odur ki, müharibə insanların həyatını necə dəyişir. Ben bilirim ki partizan Mikhailov bu kette gizlenip. Eğer onun yerini demezseniz, her 5 neferden biri güllenecek. 3 dakika vakit veririm. Şeytandır, iblistir, yağdandır. Bakır ki Mikhailov'un özüdür. Tutun onu! Mixayloda qeyri-adi xüsusiyyətlər vardı. Əməliyyat vaxtı nə qədər ciddi idisə, adi vaxtlarda bir o qədər mehriban və səmimi idi. Desəm ki, onun ən yaxın dostu mən Anjela idim. Bəlkə də digərlərinin xətrinə deyərəm. Çünki ətrafındakı bütün adamlar onu çox istəyirdilər. O da hamıya qarşı son dərəcə həssaslıqla yanaşırdı. Həmişə deyərdi ki, mən insanların xoşbəxt olması üçün buradayam. Mən onu unuda bilmirəm.
Mənim adım Anton Velikonyadır. Biz Mehdi Mikhaylovun Sloveniyanın Çipovan qəsəbəsindəki məzarı önündəyik. Mən də o zamanlar partizan dəstəsində idim. Mikhaylonu əvvəlcə kənd sakinləri və partizanlar həlak olduğu yerdə Vitovlədə dəfn etdilər. Ancaq ora Almanların nəzarətində olduğundan bir həftə sonra biz onun nəşini bura, müttəfiq qoşunların nəzarətində olan Çipovan qəsəbəsindəki qardaşlıq məzarlığına gətirdik və burada da dəfn elədik. Onun dəfn günü bütün korpusda matəm elan olunmuşdu. Mehdi Hüseynzadənin döyüş yoldaşı olmuş paçtalyon bir qadınla biz rastlaşdıq. Hətta gör nə qədər Mehdi Hüseynzadə insan kimi sevib ki, hətta ona böyük bir poema həsr eləyibdir. Yəni Mehdi Hüseynzadə Sloveniyada, Avropada təkcə kəşfiyyatçı kimi yox, milyonlarla kəşfiyyatçı olubdur. İnsan kimi, çox böyük insan olduğuna kimi indiyə kimi xatirələrdə yaşayır. Dövlət Təhlükəsizlik Nazirliyinin 1946-cı il 5 mart əmrindən 1. 1630 saylı casus barədə axtarış əməliyyatı başlansın. 2. Casusun şəxsiyyəti müəyyənləşdirilsin. Əldə olunan ilkin məlumatlar belədir. Bu şəxs 1943-44-cü illərdə Almaniyanın Ştrans məntəqəsində yerləşən Azərbaycan Milli Legionunda təbliğat təşviqat şöbəsində işləyib. Legionları Almaniyaya vicdanla xidmət etməyə çağırıb. Sağdırsa, deməli, SS-də xüsusi vəzifə sahibidir. Bu casus Mikhaylo idi. Maraqlıdır ki, onun artıq əfsanəyə çevrilmiş qəhrəmanlığı haqqında həqiqət məhz bu əmrlə başlayır. Belə ki, barəsində casus axtarış əməliyyatı ilə iş açılsa da, 1948-ci ildə Sovet İttifaqı Komünist Partiyasının iclasında qonaq kimi iştirak edən İtaliya Komünist Partiyasının baş katibi Talmira Talyatinin Stalinlə söhbətindən sonra hər şey dəyişir. Talyatsi Stalinə deyir, bizimlə birgə Qafqazdan Mikhaylo adlı gənc vuruşurdu. Kəşfiyyatçı idi. 1944-cü ildə qəhrəmancasına həlak oldu. Yugoslaviya Komünist Partiyasının baş katibi, müharibə dövründə Yugoslaviyadakı partizanların komandiri Broz Tito, Mikhaylo haqqında bütün materialları SSR-yə gətirərək Stalinə təhvil verir. Mikhaylonun sənədlərinin işlənilməsi o dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin mayoru Heydər Əliyevə tapşırılır. Məhz onun hazırladığı sənədlər əsasında casus axtarış əməliyyatı Gero işi ilə əvəz olunur. Mikhayloya 1958-ci ildə Sovet İttifaqı qəhrəmanı adı verilir.